YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənib dostlarınızla paylaşmağı unutmayın. 16 noyabr tarixində OTK sınaq imtahanına salınmış məsələyə baxırıq. 10 detalı usta 3 günə hazırlayır, şagird 5 günə hazırlayır. Bəs deyir ki, burada usta ilə şagird ikisi bir yerdə çalışsalar 560 detalı neçə günə hazırlayarlar? 10 detalı usta 3 günə hazırlayır. Deməli, yazaq 10 detalı 3 günə hazırlayır. Bəs bir günə neçə dənə detal hazırlayar? Çarpaz vurub həll eləsək, x olacaq 10/3. Sonra eyni şeyi təkrar eləyirəm. 10 detalı 5 günə hazırlayırsa, y detalı bir günə hazırlayar. Çarpaz vuracam, onu 1-ə vurub 5-ə bölürəm 2. Demək ki, bir günə usta 10/3, şagird 2 detal hazırlayar. Və belə eləyirik indi. 10/3-ü vururuq A günə. Yəni bir gündə 10/3 dənə hazırlayırsa, bəs A gün də tapmaq üçün A-nı vurmalıyam. Üstəyə gəl 2-ni vurmalıyam A-ya, bərabər olur 560-a. Bunu hesablayıb tapırıq. Məxrəcə 1 əlavə eləyirəm. Orta məxrəc 3. 10A üstəyə gəl. Bunu da 3-ə vursam 6A edəcək. 10A üstəyə gəl 6A bərabər 560. Yenə məxrəcə 1 atıb çarpaz vururam. 16A bərabər 560 vur 3. A da bərabər 560-ı 3-ə vurub 16-ya bölsəm, ya da belə eləyə bilərik. Hər tərəfi tutaq ki 8-ə bölərik. Burada 2 qalar. Burada 70. 70 ilə də 2 ixtisar gedir. 35. 35-i 3-ə 105. İkisi bir yerdə 105 günü hazırlayar.